Oktyabrın 11-12-sində Bakı bulvarında İsveçrə günləri tədbiri keçirilib. İsveçrənin Azərbaycandakı səfirliyinin Azərbaycan Güləş Federasiyası ilə əməkdaşlığı çərçivəsində təşkil etdiyi tədbirdə bu ölkənin ənənəvi Şvenkin güləş növü ilə məşğul olan Qiyan Oderman, Karim Lyopi, Andrian Politra və Daniel Böş milli güləşimizin pəhləvanları ilə qurşaq tutublar. Təcrübə mübadiləsi çərçivəsində baş tutan musiqili və əyləncə dolu mərasim izləyicilərin böyük marağına səbəb olub. İsveçrənin ölkəmizdəki səfiri Tomas Ştelli və Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, eləcə də federasiyanın digər rəsmiləri çıxış edərək bu aksiyanın hər iki ölkə idmançılarının texnika, ənənə və dəyərlərini bölüşməsinə, beynəlxalq idman əlaqələrinin möhkəmləndirilməsinə və güləşin universal dili vasitəsilə qarşılıqlı anlaşmanın təşviq edilməsinə böyük töhfə verdiyini bildiriblər. Belə təşəbbüslər güləşi insanlara daha da yaxınlaşdırır, tanınmış idmançılarımızla yerli insanlar arasında səmimi münasibət yaradır və gəncləri idmana təşviq edir. Gələcəkdə iki ölkənin komandalarının birgə təlim məşq toplanışlarının təşkil edilməsi və bu idman növündə əməkdaşlığın gücləndirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Şvenkin Gjongar taxta kəpəyi üzərində keçirilən xalq güləş növüdür və İsveçrənin ən məşhur və rəmzi milli idman növlərindən biri hesab olunur. Dilbər Vüqar qızı, Bölgə TV.